Vaxtınız xeyir, hamınızı salamlayıram. Kimlər xolesterinə görə dərman qəbul etməlidir və bu xolesterin dərmanlarının təsiri, əlavə təsirləri haqqında çoxlu suallar var, yəni müəmmalı işlər var. O haqqda məlumat vermək istərdim. Xolesterin dərmanını ancaq həkim təyinatı əsasında qəbul olunmalıdır. Xəstələrin risk qruplara ayrılmalıdır. Əgər xəstə risk qrupuna daxildirsə, xəstə birincili yaxud ikincili qoruma məqsədi ilə xolesterin dərmanı təyin olunur. Onu demək istərdim ki, yəni ikincili qoruma o deməkdir ki, xəstə artıq ürək-damar xəstəsidir və yaxud da ikinci tip şəkərli diabet xəstələri, bunlar artıq ikincili qorumaya götürülür. Yəni bir ürək-damar xəstəsi kimi qorumaya götürülür və orada hədəflərimiz, xolesterinlərin hədəflərimiz var. O hədəflərə çatdırmaq üçün statinlər, yəni xolesterin dərmanlarını mütləq qəbul etməlidirlər. Amma əsas söhbət gedir birincili qorumadan. Yəni xəstənin hər hansı bir ürək-damar krizi yoxdur, lakin xolesterini çox yüksəkdir. Bu xəstələr statinlər, yəni xolesterin dərmanları qəbul etsinlərmi, etməsinlərmi? Buna aydınlıq gətirməliyik. Əlbəttə ki, hər bir xolesterin yüksəkliyində xəstə dərman qəbul etməməlidir. Əgər xəstənin riski varsa və xolesterin səviyyələri, xüsusən LDL xolesterolun səviyyəsi yüksəkdirsə, 165-dən yüksəkdirsə, bu xəstələr statinlər, yəni xolesterin əleyhinə dərmanlar qəbul etməlidirlər və ömür boyu qəbul etməlidirlər. Xolesterin dərmanları qəbul etdikdə qısa müddət sonra, yəni 3-4 həftə sonra əksər xəstələrdə xolesterinlərin səviyyəsi normala, yəni hədəf səviyyəsinə çatırlar. Hədəf səviyyəsinə çatandan sonra xəstələrin əksəriyyəti dərmanları dayandırırlar. Bu yol verilməzdir. Yəni, xolesterin dərmanını qəbul etdir, xolesterin səviyyəsi normaya çatandan sonra həkimin məsləhəti ilə dərmanın dozasını azaltmaq və yaxud da hansı müddətdə dayandırmaq qərarı verilməlidir. Əgər xəstə yenə riski yüksəkdirsə, xolesterin dərmanı dayandırmamalıdır. Xolesterin dərmanı qəbul edəndən 3-4 həftə sonra, xolesterin səviyyəsi tam normaya düşəndən sonra, dərmanı kəsəndən bir neçə həftə sonra, 1 ay yaxud 2 ay sonra xolesterinlər təkrarən həmin səviyyəyə qalxmış ola bilirlər. Ona görə də sağlam yaşam tərzinə dərman qəbulu paralel getməlidir. Yəni, xəstə dərmanı qəbul edə-edə mütləq sağlam yaşam tərzinə baxmalıdır, fiziki aktivliyi artırmalıdır, qidalanmasına fikir verməlidir, doğru qidalanmalıdır, xolesterinsiz qidalanmalıdır ki, dərmana tələbat az olsun. Dərman qəbul edəndən sonra dərmanların müəyyən əlavə təsirləri olur. O əlavə təsirlər nəzərə alınmalıdır. Xəstənin digər orqan sistemləri də nəzərə alınmalıdır. Çox nadir hallarda xolesterin dərmanları qəbul edəndə əzələlərdə ağrılar, yəni miyalgiyalar yarana bilir. Elə hallar varsa, xolesterin əleyhinə dərmanlar, yəni statinlər dayandırılmalıdır. Digər dərmanlarına, mümkün olan digər vasitələrinə əvəz olunmalıdır. Xolesterin dərmanların qaraciyərə təsiri varmı, yoxmu? Bu sual çox verilir, qaraciyərə mənfi təsir edir və s. Artıq bu sualların əslində müzakirəsi çoxdan bitmişdir. 10-15 il bundan öncədən artıq buna son qoyulmuşdur ki, bu suallar artıq olunmamalıdır. Lakin yenə çoxlu miqdarda bu suallar var ki, xolesterin qaraciyərə təsiri. Xolesterin əleyhinə dərmanların, yəni statinlərin qaraciyərə təsiri əlbəttə ki, var. Əgər bu dərmanlar qəbul edirsə, ilk ayda, qəbul etdiyi birinci ayda qaraciyər enzimlərinin səviyyəsi normanın 2 həddinə, 2 mislinə qədər qalxırsa, deməli bu statinlərdəndir. Əgər qalxmırsa, qaraciyər enzimlərinin miqdarı 2 mislinə, normanın 2 mislindən yuxarıya qalxmırsa, deməli qaraciyər enzimlərinin mülayim, yüngül dərəcədə yuxarı qalxması statindən, yəni dərmandan deyil, başqa səbəblərdəndir, araşdırılmalıdır. Əgər qaraciyər enzimləri yüksəkə qalxmırsa, deməli statinlərin təsiri qaraciyərə yoxdur, dərmanın davam etməlidir. Artıq Amerika Endokrinoloji və Metabolik Cəmiyyətinin, onların bir stadyası 10 il bundan qabaq Amerika Kardioloji Cəmiyyəti ilə birlikdə bir stadyası buraxıldı ki, bütün
həkimlərin nəzərinə çatdırıldı ki, statin qəbul edən, yəni xolesterin əleyhinə dərman qəbul edən xəstələrin qaraciyər enzimlərinə nəzarət lazım deyil. Yəni tez-tez yoxlamaq ki, qaraciyərdə problem çıxacaq, xeyr çıxmayacaq. Ona görə də qaraciyərə xolesterin əleyhinə dərmanların, statinlərin təsiri çox minimaldır. Əgər ilk aylarda bu yaranmadısa, sonra tez-tez qaraciyər enzimlərinə təqibə heç ehtiyac yoxdur. Şəkər mübadiləsinə təsiri, böbrəklərə təsiri, digər sinir sisteminə təsiri haqqında da çoxlu, yəni xəstələr arasında çoxlu narahatçılıqlar var, gərginliklər var ki, təsir edə bilər. Yəni belə təsirlər çox minimaldır. Statin, yəni xolesterin əleyhinə dərmanların xeyri o qədərdir ki, o həmən əlavə təsirlər heç nəzərə çarpmır. Ona görə də onlar haqqında heç narahat olmağa da dəyməz. Yəni yenə necə olursa olsun, xolesterin əleyhinə dərmanlar həkimin nəzarəti ilə, həkimin tövsiyəsi ilə, həkimin məsləhəti ilə qəbul edilməlidir. Dərmanların dayanmaq qərarını da yenə həkimin məsləhəti ilə olmalıdır.